Hər birinizi salamlayıram. Bugünkü video izahımız Almanya reformasiya mövzusu olacaq. Bundan sonraki video izahımızda isə 30 illik müharibə mövzusunun video izahını verəcəm. Düzdür, bu mövzu ilə bir yerdədir. Onda yəni video izahı olacaq. Deməli, gəlin Almaniyadan başlayaq video izahından. Deməli, bildik ki, biz Almaniya dövləti 843-cü ildə Verdi müqaviləsi nəticəsində yaranan dövlətdən biridir. Əlbəttə ki, İtaliya, Fransa və Almaniya 843-cü ildə Verdi müqaviləsi nəticəsində yaranmışdı. Biz Fransa və İngiltərə mövzusunun video izahını verdik. İndi isə Almaniya mövzusunun video izahına baxırıq. Deməli, 962-ci ildə 1-ci Otto Müqəddəs Roma dövlətini yaradır və Papa tərəfindən Müqəddəs Roma İmperatoru elan edilir. Biz bilirik ki, ancaq 12-ci əsrdə Almaniya dövləti zəifləməyə başlayır. Hətta səlib yürüşlərində də, 3-cü səlib yürüşlərində də Almaniya iştirak etmişdi, amma məğlub olmuşdu. 12-ci əsrin sonunda isə Papa ilə mübarizələri də var idi. Deməli, reformasiya hərəkatı və səbəblərindən danışaq. Reformasiya hərəkatının siyasi səbəbi dedikdə, yəni Almaniya dağınıq vəziyyətdə idi, vahid dövlət yox idi və dini səbəblərindən danışdıqda isə indulgensiya satışı idi. Bilirik ki, indulgensiyalar cənnət qəbzləri idi ki, bu Almaniyada daha çox satılırdı. Sosial səbəblərindən isə təhsilsizlik və latın dili deyə bilərik ki, burada yəni təhsilsiz əsasən kəndlərdə idi təhsilsiz insanlar. İqtisadi səbəblərindən isə inflyasiya və rüşvətxorluq, özbaşınalıq baş alıb gedirdi. Daha sonra isə biz Martin Luther'in 95 tezisindən danışacağıq ki, Martin Luther universitet professoru idi. O, yəni Papanın, kilsənin keçirdikləri, yəni dəbdəbəli həyata qarşı idi. Martin Luther 95 tezisini Lüttenberg kilsəsindən qapısından asmışdı və bununla da 1517-ci ildə Almaniyada reformasiya başlayır və reformasiyanı müdafiə edənlər knyazlar, sadə xalq və feodallar idi. Həmçinin Almaniya kralı 5-ci Karl Luther'i həbs etdirmək istəyir. Çünki 5-ci Karl Papanın müttəfiqi idi və o Luther'ə qarşı idi. Onu həbs etmək istəyir, amma 5-ci Karl Luther'i həbs edə bilmir. Luther'in tərəfdarları protestantlar adlanır ki, və 1524-1525-ci ildə kəndli reformasiyası da baş vermişdi ki, kəndli reformasiyasına Thomas Müller başçılıq etmişdi. Səbəbi də yəni feodal qaydalarına qarşı idi. Ancaq yəni Martin Luther sülh yolu ilə nail olmaq istəyirdisə, ancaq Thomas Müller isə silah yolu ilə mübarizə aparmaq istəyirdi və nəticədə Martin Luther və tərəfdarları onlara qarşı mübarizə edir və bu kəndli üsyanını yatırırlar. Üsyan məğlub olur və təhkimçilik artır. Ancaq yəni kəndli üsyanı yatırılsa da Almaniyada yenə də reformasiya davam edirdi və 1555-ci ildə katoliklərlə protestantlar arasında Augsburg sülhü imzalanır və bu hələlik yəni reformasiya hərəkatını dayandırır və katolik kilsəsi Augsburg sülhü ilə katolik kilsəsi parçalanır. Alman dövlətləri dini seçimdə sərbəstlik qazanırdılar. Yəni Alman dövlətləri istədikləri, Alman kralı istədiyi dini, yəni ya katoliklik, ya protestantlıq qəbul edə bilərdi. Ancaq əhaliyə bu sərbəstlik verilməmişdi. Yəni əhali dini seçimdə hüquq verilmir. Hökmdar məzhəbi həmin dövlətin dini olurdu. Daha sonra reformasiya əlbəttə ki, Avropanın digər dövlətlərinə də yayılmışdı ki, və Avropanın digər dövlətlərində reformasiyadan danışdıqda İngiltərə kralın başçılıq etdiyi Anglikan kilsəsi yarandı, parlament krala dəstək oldu, kilsə torpaqları zədəcanlara satıldı, həmçinin Puritan təriqəti yarandı ki, bu onlar Anglikan kilsəsinə qarşı idilər.
Fransada isə Jean Calvin adlı bir keşiş Calvin kilsəsi yaratdı və onlar dəbdəbəli həyata, bahalı, təmtəraqlı kilsə ayinlərinə qarşı idilər, əyləncəni məhdudlaşdırırdılar. Roma papasının reformasiyaya qarşı əlbəttə ki, tədbirlər görür və bu tədbirlər də bidətçi hesab etdiklərini papa məhkəmələrində mühakimə edirdilər. İsa cəmiyyətini yaradır papa, üzvləri də yezuitlər adlanırdı, gizli xəfiyyə idilər onlar və 1572-ci ildə Fransada protestantlara qarşı qırğın törədilir və Varfolomey gecəsi adlanan bu dəhşətli qırğın zamanı protestantların çoxsu qırılır və nəticədə İspaniya ilə İtaliyada katoliklər protestantlara qalib gəlirlər. Ümumilikdə isə reformasiya hərəkatının Qərbi Avropada nəticələrindən danışdıqda sosial-iqtisadi nəticələri kapitalizmin meydana gəlməsinə şərait yaratdı, siyasi səbəbləri Almaniya parçalandı, din dövlətdən ayrıldı, milli dövlətlər dövrü başlandı. Dini səbəblərindən, nəticələrindən danışdıqda isə papaya tabe olmayan müstəqil kilsələr yarandı. Mədəni nəticələrində isə təhsil dünyəvi oldu, elmi araşdırmalar kilsə nəzarətindən çıxdı. Ümumilikdə biz bilirik ki, Xristian kilsəsi, bunu bir daha yada salaq, sistemləşdirək. Xristian kilsəsi bilirik ki, 1-ci əsrdə yaranıb, ancaq 1054-cü ildə parçalanır Qərbi Avropa və Şərqi Avropa, yəni katolik və pravoslav kilsələrinə. Katolik kilsəsinə papa başçılıq edirdi, pravoslav kilsəsinə isə patriarx başçılıq edirdi. Reformasiya isə Qərbi Avropada dedik ki, 16-cı əsrdə başlayır və bu reformasiya hərəkatı nəticəsində müstəqil olan yeni kilsələr yaranır ki, və bunlar Luteran kilsəsi idi Almaniyada, Anglikan kilsəsi idi İngiltərədə, Calvin kilsəsi isə Fransada yaranmışdı ki, bunu da qeyd edeyim ki, bu kilsələr heç biri papaya tabe deyildi, yəni müstəqil kilsələr idi. Bir də vacib məqam onu qeyd edeyim ki, yadınızda saxlayın, testlərdə qarışdırmayın deyə. Əgər sizə desələr ki, Xristian kilsəsinin parçalanması, onu götürəcəksiniz 1054-cü ildə. Xristian kilsəsi 1054-də parçalanır. Ancaq Katolik kilsəsinin parçalanması isə demişdik ki 16-cı əsrdə, yəni Augsburg sülhündən sonra, yəni biz bunu reformasiya hərəkatına götürəcəyik, Katolik kilsəsinin parçalanması 16-cı əsrdə. Belə, Almaniya reformasiya mövzusu ilə bağlı vacib məqamları qeyd etdim.